Redkalinkadan 25-ci dərsdən qrammatikaya baxırıq. Bugün tablitsa 2, ikinci cədvələ baxaq. Движение в одном направлении yazıbdır burada. Yəni itti feilini göstərir ki, əgər bir dəfə bir istiqamətə gediriksə, onda itti feilini istifadə edirik. İkinci sütunun başında yazıb xadid. Xadid feilini o vaxtda istifadə edirik ki, birinci движение в разных направлениях, yəni müxtəlif istiqamətlərə hərəkət olarsa. Gedirəm, qayıdıram, bu birinci. İkinci, от точки A к B, S и так далее. Yəni A точкasından B точkasına, S точkasına və s. müxtəlif istiqamətlərə yəni hərəkət edirəmsə, bu vaxtı xadid feilindən istifadə olunur. Yəni itdi bir dəfə bir istiqamətə deməkdir. Xadid isə ya getdim, qayıtdım, yaxud da müxtəlif istiqamətlərə gəzirəm. O vaxtı xadid feilini qoyuruq. Nastoящее время. Birinci sütunda yazıbdır. İndiki zamanda nə vaxtda işlənir? Nastoящее время. Ona baxırıq. Deməli, birinci. Сейчас я иду на работу. Yəni, в данный момент. Mötərizədə yazıb. Mən indi işə gedirəm. Burada nəyi nəzərdə tutur? Burada onu nəzərdə tutulur ki, yəni bu saat, bu dəqiqə, indi. Bunu nəzərdə tuturamsa ki, hal-hazırda gedirəm işə, onda itti feilini istifadə edirəm. İkinci, обычно я иду на работу 5 минут. Длительность действия, yəni hərəkətin vaxtı, zamanı əgər nəzərdə tutursa, onda yenə itti feilindən istifadə olunur. Adətən mən işə 5 dəqiqə gedirəm. Bu tip cümlələrə sual qoysaq, как долго, yəni nə qədər vaxta gedirsən, как долго идешь на работу. Üçüncü, когда я иду на работу, я слушаю музыку. Mən işə gedəndə musiqiyə qulaq asıram. Burada eyni vaxtda iki hərəkət var. Həm gedirəm, həm qulaq asıram. Mötərizədə yazıb одновременные действия. Yəni eyni vaxtda bir neçə hərəkət. Dördüncü yazıb завтра я иду в театр. Sabahları mən teatra gedirəm. Burada isə plan qurur gələcəyə. Plan na будущий. Yəni gələcəyə plan qurulur. Keçdik bunun xadid formasına. Nə vaxtı xadid feilini istifadə edirəm? Я хожу на работу пешком. Tуда и обратно. Mən işə piyada gedirəm. Yəni burada nəzərdə tutulur ki, gedirəm və qayıdıram piyada. İkinci, мы ходим в театр каждую субботу. Biz hər 6-cı günü gedirik teatra. Nə nəzərdə tutubdur? Müntəzəm olaraq təkrarlıq, yəni regulярные действия. Bu tip cümlələrə sual qoyarkən, как часто вы ходите? Kimi qoyulacaq sual, как часто? Yəni tez-tez mi gedirsiniz? Üçüncü, люди ходят по парку. İnsanlar parkda gəzirlər. В разных направлениях yazıb, yəni ki, müxtəlif istiqamətə gedirlər. Gəzərkən müxtəlif istiqamətlərə gedirlər də, onun üçün ходят qoydular. Yəni, люблю ходить пешком. Mən piyada gəzməyi sevmirəm. Burada isə yəni ümumən, yəni ümumiyyətcə mən heç piyada gəzməyi sevmirəm. Ümumi cümlələrdə xadid feilini yenə işlədirlər. Keçdik прошедшее время, keçmiş zamanda. Когда я шел на работу, я слушал музыку. Birinci sütundan oxuyuram. Mən işə gedəndə musiqiyə qulaq asırdım. Eyni vaxtda iki hərəkət olduğu üçün шел feilini istifadə etdim. İkinci, когда я шел на работу, я встретил друга. Mən işə gedəndə dostumla qarşılaşdım. Burada прерванное действие yazıb. Yəni ki, qırılmış hərəkət. Gedirdim, dostumu gördüm. Ola bilər getməyəcəm. Yəni qırılmış hərəkət olduğu üçün şol feilini istifadə etdik. İndi keçmiş zamanda xadid feilini necə istifadə edirəm? 3 şərt var. Birinci, когда я жил на юге, я часто ходил на pляж. Mən cənubda yaşayanda tez-tez gedirdim pляжa, çimərliyə. Regulярное действие, yəni müntəzəm olaraq təkrarlıq var idi. Včera я ходил по парку 2 часа. Dünənlərim mən 2 saat parkı gəzmişəm. В разных направлениях, yəni müxtəlif istiqamətlərdə olub. Üçüncü, včera я ходил в театр. Dünən mən teatra getdim. Aydın məsələdir ki, teatra getdimsə geridə qayıtdım. Yəni burada tуда и обратно getmək və qayıtmaq nəzərdə tutulur.
Yani ki сейчас я уже не в театре. Можно заменить на глагол был. Vчера я был в teatre. Bu feili был, yəni idim, olmuşam. Bu feillə də əvəz etmək olar. Keçdik, budur ki, gələcək zamanda yazıbdır ki, почти не используется. Yəni почти istifadə olunmur bu itti feili gələcək zamanda. Amma keçmiş zaman ходить feilini keçmiş zamanda когда я буду gələcək zamanda üzr istəyirəm. Когда я буду жить на юге, я буду часто ходить на pляж. Mən cənubda yaşayanda tez-tez çimərliyə gedəcəm. Burada da müntəzəm olaraq təkrarlıq nəzərdə tutulur. Onun üçün də regularно действие в будущем. Yəni gələcəkdə regularно müntəzəm olaraq təkrarlı olacaq. Bu səbəbdən də oldu ходить feili. Və birinci sütunun sonunda yazıb идет дождь, идет снег, идет кровь, идет время və s. Və yaxud da идти спать. Baxın, дождь, снег, кровь, время, спать. Bu feillər ancaq идти feilindən. Bu feillər ancaq идет feili ancaq bu qaydada istifadə olunacaq. Yəni mən qar yağır, qan axır, vaxt keçir kimi cümlələrini xaditlə qura bilmərəm. Ancaq idет дождь, yağış yağır, qan axır və s. belə deyə bilərəm. Yəni bu sözlərin başqa bir variantı yoxdur. Ancaq idет feilindən istifadə olunurlar. Keçdim. Примеры других глаголов. Başqa feilləri də burada misal göstərir. Ехать maşınla getmək, лететь самолетla uçmaq, плыть üzmək, бежать qaçmaq. Birinci, сейчас я еду на работу на машине. Mən indi hal-hazırda, onu nəzərdə tutub, hal-hazırda mən maşınla gedirəm. Завтра мы едем в деревню. Sabahları biz kəndə gedirik. Yəni bir dəfə bir istiqamət nəzərdə tutulubdur. Когда я еду на метро, я читаю книгу. Mən metro ilə gedəndə kitab oxuyuram. Eyni vaxtda iki səbəb var. O səbəbdən yedu qoydu. Qarşı tərəfdə ездить, летать, плавать, бегать feillərini qoydu. Burada da я всегда езжу на работу на машине. Mən həmişə işə maşınla gedirəm. Так, burada всегда, görürsünüz, всегда, həmişə təkrarlıq var, o səbəbdən yazdı езжу. Как часто ты ездишь в деревню? Yenə də tez-tez mi gedirsən? Tez-tez olduğunu soruşduğu üçün ездить qoydu. Мне нравится ездить на поездах. Qatarlarla getmək mənim xoşuma gəlir. Burada isə ümumi cümlədir. Yəni ümumən mənim xoşuma gəlir qatarla getmək. O səbəbdən ездить qoydu, ümumi cümlə olduğu üçün. Keçdim letit feilinə. Смотри, самолет летит. Bax, samolyot təyyarə uçur. Bir dəfə bir istiqamətə uçur. O səbəbdən letit qoydu. Завтра мы летим в отпуск. Sabahları biz məzuniyyətə uçuruq. Yenə də bir dəfə bir istiqamətə uçacaq. Как долго вы летите в Москву? Nə qədər vaxta uçursunuz Moskvaya? Yəni 1 saata mı, 2 saata mı? Bu səbəbdən oldu letit feili. Keçdik. Vertolyot летают над лесом. Vertolyotlar meşənin üstündə uçurlar. Burada müxtəlif istiqamətə uçur vertolyot. O səbəbdən летают qoydu. Letit yox, летают qoydu. Pingvini не могут летать. Ümumi cümlədir. Yəni ümumiyyətlə pingvinlər uça bilmirlər. Вы часто летаете в London. Siz tez-tez uçursunuz Londona. Burada da tez-tez mi təkrarlıq var. Tez-tez mi uçursunuz, onu bilmək istəyir. O səbəbdən letaете qoydu, letite qoymadı. Keçdi. Sportmen плывет к финишу. İdmançı finişə üzür. Bir dəfə bir istiqamətdədir. Он плывет и думает о победе. O üzür və qələbə haqqında fikirləşir. Eyni vaxtda iki hərəkət var. Я плыву медленно, потому что я устал. Yenə qırılmış hərəkətdir. Asta üzrəm, çünki artıq yorulmuşam. Qarşı tərəfdə дети плавают в бассейне. Uşaqlar baseyndə üzürlər. Aydın məsələdir. Müxtəlif istiqamətə üzürlər. Bu səbəbdən плавают.
Он плавает в море каждый вечер. O hər axşam dənizdə üzür. Deməli təkrarlıq var. Onun üçün plavает. Ты умеешь плавать? Sən üzə bilirsən. Burada elə isə ümumən, yəni ümumiyyətcə sən üzə bilirsənmi? Ümumi cümlədir. Keçdik. Я бегу по улице и слушаю музыку. Mən küçədə qaçıram və musiqiyə qulaq asıram. Eyni vaxtda iki hərəkətdir. Утром люди бегут на работу. Səhər insanlar işə tələsirlər bir dəfə bir istiqamətə nəzərdə tutulub. Завтра спортсмен бежит марафон. Sabahları idmançı marafon qaçır. Sabah üçün bir dəfə bir istiqamətdə marafon qaçacaq. Эти животные очень быстро бегают. Bu heyvanlar çox tez qaçırlar. Sonra собака бегает по парку, müxtəlif istiqamətlərə. Мне нравится бегать по утрам. Mən xoşuma gəlir səhərlər qaçmaq. Ümumi cümlədir. Yəni ümumiyyətlə xoşuma gəlir. Keçdim yenə birinci sütuna. Когда я ехал, bu keçmiş zamandadır, прошедшее времяdir. Bayaqdan oxuduqlarımız настоящее время indiki zamanda idi. İndi keçmiş zamana keçdim. Когда я ехал на работу, я слушал радио. Mən işə gedəndə radio qulaq asırdım. Eyni vaxtda iki hərəkət var. Gedir və qulaq asır. Onun üçün də ехал qoydu. Ездил yox. Когда она ехала домой, она начался дождь. O evə gedəndə yağış başladı. Qırılmış hərəkətdir. Qarşı tərəfdə раньше он часто ездил на автобусе. Əvvəllər o tez-tez gedirdi avtobusda. Yəni ki, burada tez-tez təkrarlıq var. Ты вчера ездил в деревню. Sən dünən kəndə getmisən, gedibsə qayıdıbdı. Onu soruşur. Дальше. Keçdik. Самолет летел до Москвы 3 часа. Vaxtı dəqiq göstərir. Самолет 3 saata Moskvaya uçdu. Когда он летел в Рим, он смотрел фильм. O Rimə uçanda filmə baxdı, film izlədi. Eyni vaxtda iki hərəkət. Muh letali по комнате. Müxtəlif istiqamətlərə uçur burada. Milçəklər otaqda uçurlar. Yəni, когда не летел на вертолете. Ümumi cümlədir. Ümumiyyətlə, heç vaxt vertolyotda uçmamışam. Yenə qayıtdıq plыть fe'ilinə birinci sütuna. Мы плыли по реке и смотрели на природу. Eyni vaxtda iki hərəkətdir. Həm üzürdük, həm də baxırdıq təbiətə. Biz çayda üzürdük və təbiətə baxırdıq. Корабль плыл в порт, когда произошла авария. Eyni vaxt burada qırılmış hərəkətdir. Hadisə olanda kорабль porta üzürdü. Qarşı tərəfdə раньше плавало очень быстро. Burada tez-tez üzdüyü üçün əvvəllər tez-tez üzürdün. Yəni təkrarlıq var idi o səbəbdən. Она плавала в бассейне, когда начался дождь. Ümumi cümlədir burada da. Keçdik yenə birinci sütuna. Когда он бежал в школу, он увидел друга. O məktəbə qaçanda dostunu gördü. Qırılmış hərəkətdir, yarı qalmış hərəkətdir. Я бежал домой и думал об ужине. Eyni vaxtda iki hərəkətdir. Həm mən evə qaçırdım və şam yeməyi haqqında fikirləşirdim. Eyni vaxtda iki hərəkət olduğu üçün bejal feilini qoydu. Qarşı tərəfdə begal feilini nə üçün qoydu, ona baxırıq. Он бегал марафоны каждый год. Burada təkrarlıq var. Hər il o marafon qaçırdı. Вчера я бегал по парку 2 часа. Dünənləri 2 saat parkda qaçmışam. Parkda qaçıbsa müxtəlif istiqamətlərə qaçıb. O səbəbdən begal feilini qoydu və üçüncü будущее время, gələcək zamanda bayaq qeyd etdik. Gələcək zamanda heç istifadə olunmur. Keçək ikinci sütuna. Летом я буду часто ездить на велосипеде. Yayda mən tez-tez velosipeddə gedəcəm. Burada tez-tez sözü var. Əgər tez-tez sözü varsa, dedik ki, olacaqdır ikinci forma. Мы будем летать на самолете каждый год. Yenə də hər il olursa təkrarlılıq var. O səbəbdən də biz hər il samolyotda uçacağıq. O səbəbdən də будем летать. Летать feilini qoydu. На юге я буду плавать каждый день. Cənubda mən hər gün üzəcəm. Yenə burada da təkrar olacaq. Hər gün üzəcək. O səbəbdən плавать qoydu. Я буду бегать в парке каждое утро. Mən parkda hər gün səhər qaçacam. Yenə də hər gün təkrar olacaq. O səbəbdən deməli beqat feilini qoyduq.